Din əziyyəti artırmır, əksinə əziyyətlərə məna verir, əziyyətlərə şirinlik verir. Güya ki, bizdə belə bir təsəvvür var, cəmaat keyfdədir, əziyyət çəkən bizik. Xeyr, hamı əziyyətdədir. Bizim fərqimiz bundadır ki, bizim əziyyətimizin ləzzəti var, xoşluğu var. Onların əziyyətinin ləzzəti yox. O da sübh tezdən yuxusuna haram qatır, əziyyət çəkir, mübarizə aparır, yuxusu ilə durur, gedir, iş dalıcan. Elə bilirik ki, yox, dinsiz oldun, keyfdəsən. O keyf deyil, bir istəyinə hə deyir, 50 dənə yerdən zərbə alır. Elə əzab əziyyətdədir hamı. Amma din gəlir, bu əziyyəti gözəlləşdirir. Din gəlir, əlavə yük gətirmir insana. Orucu da misal çəkdim, düzdür sən bir ay oruç tutursan, onlar tutmursan, elə bilirsən ki, bunu din gətirdi, əziyyətə saldı səni. Amma oruç tutmamağın 50 dənə yerdə çətinliyini həyatda görür. Sən bu oruç tutmaqla ruhun o qədər böyüyür ki, dünyanın çətinlikləri sənin üçün asanlaşır. Nəticədə asanlıq sənə qalır, çətinlik ona.